Dua ibadətin növlərindən bir növüdür. Allah Azze ve Celle kitabında birçok yerdə duanı ibadət adlandırmışdır və ən çox əhəmiyyət verdiyi şey Allah Azze ve Celle'nin kitabında ən çox vurğuladığı, ən çox əhəmiyyət verdiyi ibadət növlərindən biri nədir? Duadır. Yəni bu duanın əzəmətinin, məqamının, əhəmiyyətinin üstünlüyündə dəlalət edir. Necə ki Allah Azze ve Celle Kur'an-ı Kerim'de buyuruyor ki "Udu'uni estecib lekum innellezine yestekbiruna an ibadeti seyedhulun cehenneme dahirin." Mənə dua edin, mən də duanızı qəbul edim. Mənə ibadət etməyi öz şənlərinə sıxışdırmayanlar zəlil olaraq, alçalaraq cəhənnəmə daxil olacaqlar. Yəni Allah Azze ve Celle duanı adlandırdı ibadət. Mənə dua edin, arxasınca deyir ki, mənə ibadət etməyi. Dua ibadətdir. Əksinə, hətta Allah Resulü sallallahu aleyhi ve sellem ibadəti dua üzərinə bina etdi.